Qəşəng kostyumun var. Tikdirmisən? Dedim, yox, hazır mal almışam. Allah razı olsun. Allah ürəyinə görə versin səni. Gördüyüm, tanıdığım insanlardan geyimə bu qədər vaxt ayıran, bunu həqiqətən həyat tərzinə çevirən az sayda insanlardan birisən. Mənim həyat yoldaşım mənim heç bir ütümü həyata keçirmir. Şəxsən hər şeyi mən sevə-sevə insana ütüdən becərəm, amma mən ütüdən, yəni hətta tələsdiyim anda da belə o ki ütülüyürəm şalvarımı, köynəyimi, paltarımı və s. Çünki ondan zövq alıram. Bundan zövq alıram. Yəni bu şeydən dolayı deyil. Yəni mən onu özüm həyata keçirəndə daha çox zövq alıram. Və bu bir yerdən sonra artıq səndə avtomatikləşir və hər şey daş olaraq yerinə oturur ki, yenə deyirəm, səndə və hər kəsdə bu qeyri-adi bir şey istedad deyil geyim barəsində. Sadəcə biraz göz maariflənməsi olsa. Göz maariflənməsi, yəni onu görməlisən təkrar-təkrar jurnallar, Instagramda o kontent, P2O kontentini izləyən, oradakı modellər, influencerlər, kostyumu geyinirlər, qalstuk bağlanması, köynəyin varatni, yəni yaxalığı, qısa yaxalıq yox və yaxalığın ucu elə olsun, düyməli, düyməsiz, qalstukun bağlanması önə çıxsın, arxada qalsın. Mən öz cinslərimə çox qəzəbliyəm. Həmcinslərimə. Çünki biz kişilər həqiqətən də daha cazibəli görünməyə layiqik. Nə olar ki, bəlli kiçik bir şeylərə, detallara diqqət eləyib özümüzdə o cazibəliyi yaradaq. Daha gözəl görünür. Daha gözəl görünür. Və yəni hələ eləyənləri də kimsə eləyirsə də bunu ha gülürük, eləyirik və s. qəbullana bilmirik. Yoldan gedəndə mən çox məmnunam. Mən deyim, kişilər mənə daha çox baxırlar. Və nə gözlərində oxuyuram. Gözlərində oxuduğum budur ki, qaqaş bu maraqlı söhbətdir, bu maraqlı şeydir. Qəşəng görünür. Nəsə qaşın yaxşısan. Bayaqlar Nizami metrosuna gəlib düşmüşəm. Meyvəni soruşuram ora-bura. Bir dənə elə saçsız dedi ki, qəşəng kostyumun var. Tikdirmisən? Dedim, yox, hazır mal almışam. Allah razı olsun. Allah ürəyinə görə versin sənin. Mənim üçün xoşdur, bu mənə də xoşdur ki, əlçatmaz bir şey deyil. Sadəcə dedim ki, köynəklə sən isə mən də geyinirəm və sadəcə onun yaxalığında düzəlişlər eləməklə, bəlli bir cib məsələsində, ölçüləri və s. və belə. Yəni həyat əslində asandır, çətinləşdirən özümüzü, iç özüm qarışıq.